Üzülmeme ayeten Kur'an'a and olsun. Bak vicdanıma and olsun. Heç kimdən bir köpük istəmirəm, sadəcə halallıq istəyirəm. Mən ölüm itim dünyasıdır. Peki ne bilirsən? Çevirdi tromba ki, öldü, çıktı gitti tromba. Bilmirəm, dedi qatlaşmadı. Dedi, internette maraqlaşdım, dedi yavaş tromba əmələ gələ bilər. Balam var, mən neyniyim bəz? Mən bədbəxt oğlu bədbəxt. Balam üçün yaşadım. Balam üçün yaşamaq istəyirəm də. İmkan vermədilər. İmkan vermədilər. Ay Basri, sen onu koruyabilmezsen, bir şey alırsan, sen onu koruyasan. Sen vakit müdahale eliyle onu... Sandırba. Baba böyle şey gir. Yeter. Her şey burnunu sokursan, meyve ağzını koyar. Ay Basri değilsen ki mesajlar gelecek, cehenneme gelsin, bana göre gelsin. Her mesaja fikir verse ben hayatım mahvolar. Ay Basri, senin vazifen ne değil? Elin geldi, tabağına yemeğini koy, ayağını yum, başını atsın yatsın. O gidilmez sonra. Çünkü burnumu böyle yok sokursam böyle şeylere ki. Salam dağlar kızı, çok sağ ol. Salam Mələşi qardaş. Salam. Ay qardaş, Allah köməyini olsun. Nəsə gördüm ailə söhbətdir. Vallahi yenə də deyirəm, ailə birinci anadır qardaş. Vallahi yəni bir dənə qadına görə yəni ağlamağa dəyməz. Bir qadına görə Ağlamıram. Mən uşağa görə ağlayıram. Mən bir gün görmədim. Gör Allah o uşağı da gör nə deyirəm qadın. Eşitsənmi? Ay brat, mən özümdə ailəliyəm. Mənim özümdə bazı uşaqlarım var qadınım. Mən səndən böyüyəm, sağ ol. Sənkilərlə belə. Yəni uşağa da dəymir, vallahi. Yəni nətər deyim, yəni qadına da dəymir. Uşağı da yavaşca verirsən qadına, öz həyatını qur, gələcəyini qur. Sabah o uşaq yekələnəcək, gəlib dədəsini axtaracaq. Başa düşsən ürəyim. Yəni bunu fikirləşək. Yəni burada kişinin ağlamağı mənə pis təsir eləyir. Yadında saxla ki, oğlan kişi deyirik də. Yəni sən də kişi, mən də kişi. Yəni kişilərdən söhbət edirəm. Vallahi qadına görə aciz ola bilməz. Qadına görə aciz ola bilməz. Mən baz yoxum, mən qərarımı vermişəm. Bu şey sənin axtarım komandasına da yazdım. Bir də ki, vallahi bir də elə burada millətə deyirəm. Vallahi bu ailə söhbətin var. O televiziyada çıxartmayın kişi. Qurandan da olsun deyirəm, hamısı öyrədilmə şeylərdir. Gəl yoldan 100 manat, gəl sağ 100 manat verəcəm, gəl burada ağla. Ay nə bilim, nağayırma, neynəmə. Qardaş, vallahi ən gözəli bilsən nədir? Bir dənə analizlər elətdirsin. Mən bilməm, Josh bəyəm, bu günləri o qədər əsəbləşmişdim ki, yaxşı da o qayışçılar, Koroğlu metrosun yanında idilər. Onlar olmasa ki, bəlkə də sağ baxıram, cavan oğlansan, vallahi bilsən mi, sən qınamıram. Allahın altında, bu bədbəxt, mən qurbam Allah. Allah mənə bir gün vermədi. Mənim əlim onur etəsiz, Allah var qurub. Özüm üçün eləmədim, balam üçün elədim. Deyim, ailəm xoşbəxt olsun, ailə xoşbəxt olsun. Ay gözəl qardaş, sən qadınam, nə eləysən? Yaxşı eləysən, balan da söhbəti yox. Amma onu bilkin, o uşaqdır, bir dəqiqə nə ata bilir, nə ana bilir. Bir dəqiqə uşağın əlindən tut, mağazinə gir. O fikirləşməyəcək, sənin cibində pul var, yoxsa yox. Bir dəqiqə vəziyyət gərgindir, hamı da düz söhbətdir, hamı da uşaq qanmır. Yəni bir dəqiqə geçsin, əlini tutacaq 1000 manatlıq şeydən deyəcək, ağlayacaq ki, bunu al. Elə hər uşağın dediyini də almaq olmur axı. Bir atanın cibini fikirləşmək lazımdır. Qadın qadınlığından birinci kişinin cibini fikirləşib hərəkət eləməlidir ailədə. Yoxsa mən yoldaşımın nə bilim başını aşağı eləyim o şeydə, burada nə bilim nə eləyim. Yox, elə qadınların başını burağa kişi. Kişi sənə sözünü bir dənə yerə qoydun qardaş. Fisyo qutardı getdi, uşaq gəlib sən 18 yaşdan sonra gəlib tapacaqdı. Səni tapacaqdı. O mənim anamla niyə aralanıbsan? Fərqi yoxdur, qız oğlan fərq eləmir. Mənim anamla niyə ayrılıbsan? Mənim nəyə görədir? Səbəbi o tuturacaq sənin qabağında qardaş. Sən də açıqlamanı verəcəksən, qardaş. Cavansan, özünü qəsd edirlər, özünü asırlar qadına görə. Quran haqqı o kişiyə mən kişi gözündə baxmıram. Mən qadına görə özümə nüşüzdə. Elədiyimi, mən əsəb elədim məni bu günə. Mən qadına görə heç söyləməmişəm. Məndən ayrılır. Mən qadın şey eləyən, Prosta əsəb məni pis günə qoydu. Haqsızlıqlar məni pis günə qoydu. Yox, qardaş, mən ən gözəl o deyil. Mənim olmuşu keyib, bunun heç vecinə də deyil. Bu məni öldürməyə. O demişdi mənə evlənəndə. Mən uşaq götürüb saxlamaq istəyirəm.
Gerek göstərək. Sonra deyir, ailə söhbətləri. Hamı çıxacam verir, qınayacaq məni. Milyonlar. Aldı bədbəxt elədi. Mən bədbəxt elədim. Özümü düz bədbəxt elədim, özümə bədbəxt elədim. Heç kimi bədbəxt eləmədim mən. Ayda, mən sana bir dənə söz deyim, qardaş, gözəl insan. Mən bu yaxınlarda, mən gəldim Azərbaycana tez qayıtdım. Mən gəldim, gördüm, pulun var, yanında hamı var. Pulun yoxdur, heç kimin yoxdur. Elə qızı olsun, arvadı olsun, xalası olsun, kim olur olsun, fərq eləmir. Pulun var, qardaş, kişisən. Pulun yoxdur, kişi döysən. Bir də Azərbaycan o vəziyyətdə yaşayır. Ona görə başını salla, qardaş, savan oğlan. Mən buna da dedim ki, mən sənəcə Əkbər o birisi bu birisi deyiləm ha. Ayrılıram, boşanıram, evlənirəm, boşanıram, sevirəm. Belə eləməyə boşlamıram mən. Mən qararım qətidir. Hər gün bu söhbət gedir. Mən bu həddə çatdırdım. Mənim bir tərəfimi hiss eləmirəm mən. Mənim bir tərəfimi hiss eləmirəm. Quran haqqı. Elə bir açılır, bıraxılır, açılır, bıraxılır, açılır, bıraxılır. Qaqa, Allah yəni də deyirəm, sana kömək olsun. Belə pis çıxmasın. Ne bir qardaş kimi deyirəm. Belə direktdə yaz, özüm Moskvadayım, qardaş. İşləmək istəncə yanımızda əziyyətini çək. Belə pis çıxmasın. Qız da yalvaracaq. Neçə dənə qızlar yalvaracaq. Başa düşdün? Uşaq da üçün özü böyüyəcək, gəlib səni tapacaqdır. Belə ağlamağın heç vallahi yeri yoxdur. Belə boşansa yaxşı eləyirsən. Mən özüm bir gün görürəm. Mən balama bir gün göstərməmiş. Bəlkə sabah öləcəm, bəlkə bugün öləcəm, bəlkə mən toplaşma elə bir şey deyil. Gəldi, ürəyimə də sancı verir o. Gəldi, qalxdı, girdi bura. Öldüm. Mənim balamın talihi nətər olacaq, mən ölüb gedəcəm. Balam da, ata da bir gün görmədi, bala da bir gün görmədi. Sonradan həm məni qınayanlar, ağlasın, tutsun, dağsın. Sən qınamıram, dədə. İncə burada yazırlar ki, incə bir qız idi, bax yazan, yazıb ki, o Vorzakan döyləmə. Səni kimi, mən bu maşın görsən, bu maşın mənimdir. Gələrəm Azərbaycanda səni bagaja soxaram, bax onun promo bagajına soxaram. Vorzakan deyil, qardaşdır, fərqi yoxdur, millət Azərbaycan oğludur, işləməyə bilər, nəsə bir çətinliyi olar. Mən onun bir qardaş kimi deyirəm ki, Moskvaya. Bəzi qızları İraq yaxşılarından, pula görə yaxınlaşır oğlana. Puluna görə. Düzdür. Görürdüm Salmanov. Mən bədbəxt eləmək yox, xoşbəxt eləmək üçün ailə qurdum. Kimsən talih, dedim, mənə inanıb. Adından mənimlə çıxıb onun adı. Yazıqdır. Qardaşdan yaramadı. Ata dünyadan keçib. Ana fağır, kasıb ailə. Qoy xoşbəxt olsun. Qoy xoşbəxt olsun. Nə günahdır. Kənd var, qəsəbə var. Rayon yerində yaşayır. Nə deyərlər buna? Ona görə dedim, qoy Allah da Sən özün harada yaşayırsan, qardaş? Azərbaycan arası hansı bölgəsində? Masazırda, məzunlar evində, kiraya yaşayıram. Bakıdasan, qardaş. Bizim yəni qaqamızda var burada. Belə Provence adın var sənin? Yox qaqa, yox. Yəni Provence adı, bax bu yeni həyat var. Bax yazıb qoş bax. Bizim qaqamızdır Bakıda. Yəni o lap onu da qoş bura. Lənkənin balası. Yeni həyat var, Mercedeslə, qırmızı Mercedes olan. Bu da yazıb sabitləndi, bax yeni həyatdır. Qoş yazıb. Nə qədər istiyatıblar və mən bunun hamısını hara qoşub, ay qurban olum sizə. Ptey qaqa, bax bu yeni həyat 2024 var, qoş yazır. Onu qoş burada. Bu nə da, belə şey mi olur? Nə qədər istiyatmısınız mən bunun hamısını, nə də qoşaram bura? Yeni həyat. Ay sağ ol, o qırmızı maşınla olan Mercedes. Salam aleyküm. Salam qardaş, xoş gəlsən, qonağım, nətərsən ha bura? Sağ ol, ailədə nətərsən? Ay, sən nətərsən qadanam? Yavaş yavaş. Yaxşı ol. Ay, zəmə qadan alaram, nətərsən, keyfini alayım. Sağ ol, qaqa, sağ ol qardaş, çox sağ ol, Allah razı olsun. Elə qardaşı yəni sənmi, belə ayraq hesabdır, yəni öz məsləhətlərdir. Prost qardaşa sənmi bir qardaş kimi arkada dayaq olmaq lazımdır ki, yəni sənmi yol göstərmək lazımdır, çıxış yolu lazımdır. Bu qardaş qınamıram, cavandılar hamısı, 25-30 yaş, 22 yaş, 23 yaş oğlanlardır. O qıza görə özünü asır. Məsəl üçün İraq qardaşdan, mən indi söhbət bundan getmir. O qıza görə özünü asır, bu qıza görə özünü asır. Sən torpağa getsən, bu da nə bilirsən, hansı yoldadır, hara gedəcək. Ailələ sən işləyirsən, ay Hüseyin. Şükürlər, xoşlayam xanım, Ramal müəllim məni işə düzəldiblər, orada işləyirəm, muhafizə işləyirəm. Hə, BT-də? Hə? Bakı tədrisdə?
Bəli, beynəlxalq təhsil mərkəzi, bəli. Hə, beynəlxalqda, hə. Nəsə mənim sözün qulluğunda köməklik. Allah köməyiniz olsun, qulluq sahibi olasınız, can sağlığı arzularım sizə, işləriniz avan da olsun. Allah kömək. Belə də ki, bir söz eşitdim başqa yerdə. Dedim mi qardaş sənə, yəni bilirəm həyatdır. Olar olmaz deyə bir şeylər var, amma çalışıb hər şeyi nətər desəm, yəni səmtinlə, yolla həll etmək daha yaxşı olar. İndi ailəyə görə söz demirəm qaqasa. Yəni sana bir dəqiqə demirəm, boşan. Yəni məsləhət qardaş sənindir, qardaş. Ailə başçısı sənsən. Bilirəm, başınıza dönüm. Başa düşsənmi? Prosto dediyim nədir? Bir dəfə, 2 dəfə, 3 dəfə. Vəbşə bilsən nədir? Qız öz başından məsəl üçün deyirəm. Qadın evdən, darvazadan çıxdı, qardaş. Bununla da fisoya qutardı. O qadın ki qayıtmağa geri yer qoymayıb. Elə şeyə mən qəbul eləmirəm, qardaş. Elə şeyi mən qəbul eləmirəm. Amma belə indi hər ailədə söz söhbət olur, həm ailədə, hər bir ailədə söz söhbət olur. Yəni buna görə də ailə dağıtmaq da olmur. Başa düşsənmi? O söhbət yox, Hüseyin, indi bir sən nətər ailələr. Bu yəni dedik, bu evin yəsi Mən görün nə günə düşmüşəm. Mən 4-5 gündür mən demək olar yemək yemirəm. Nə yeni gün orada bulku ilə, kofe ilə bir iş aldığım, yolda gedəndə obadan aldığım kofe, bulku. Kofe bulku. Səhər əsəb, axşam əsəb. Səhər əsəb, axşam əsəb. Gün orada bulku kofe. Məsələn, belə yaşamaq deyil, qurban olum sizə. Belə qınamaq azandır. Mən dedim ailəm olsun. Ailə görmədim. Ancaq internetdə quru çörək xırpırdatdıq. İçsi yemək görmədik. Aldandıq. Bu da belə. Yəni, salam əleykum. Azərbaycandan bir uşaq var, təzə evlənibdi, yəni imkanlı uşaqdır da, yəni nətər deyim, belə salam əleykumuz münasibət var, bunun nəsə təzə evlənib, 2 ayda evlənib, bir kasıb qız alıbdı. Həqiqi kasıb qızdır, maraqlanmışıq, o yan bu yan, o bir kasıb qızdır. O eşitdiyi üçün, yəni qıza partur liftədəsi evlənib. Niyə? Gəlib oğlanın varını, dövlətini görüb, qardaş. Qız deyir ki, Ayşandır, nədir bilmirəm, mənim başım çıxmır. Bu, nəsə ən bərk gedən firmadır, nədir? Bu deyir, dondur. Donun da cef sorsa 8.000 dollardır. Sən evində bozartma yeyə bilmirsən, sən 8.000 dollar vapşı sənin əlinə, nəslinin əlinə pul dəyir. Ona görə deyir də, qadanam, sən ayağı torpaqdan asfalda dəyəndə büdürüyür çoxu. Yəni bilsənmi, belə şeyə olmaz qardaş. Vapşı qadın kimdir ki, öz həyat yoldaşının pulunu bilə. Hərən öz yeri var qardaş. Kişi sən çölə çıxınsan, ən azından bir 100 manat lazımdır. Bəlkə biri xitləri, bıçağı dirir ki, qardaş, 50 manat ver canını qutar. Nağarmalısan. Düz qardaş, düz. Ay sən, indi bir sən nətər dinlələ, qadan var. Buyurun. Sən nətər deməksən, bizim sənə böyük hörmətimiz var. Allah can sağ olun, çox sağ hörmətiniz artıq olsun. Canın sağ olsun. Yəni, yenə deyirəm, bu həyat sənindir. Bu həyatı sənə ikinci dəfə verilməyəcək, bunu da biləsən. Nə sənə, nə ki sənə, söhbət yox. Deyirəm ki, əsəbləşirəm. Yox. Əsəb məni görün nə günə qoydu. Bir il bundan qabaqçı Hüseyndən əsər əlamət qalıb, ay əzizlərim, ay ürəklərim, qurban olum sizə. Bir il bundan qabaqçı Hüseyndən əsər əlamət qalıb. Qalıb mı əsər əlamət? Dediyim yəni nədir o televizorda vallahi. Nə günə qalmış.